bir neçə seçki saymasında, səsvermələrdə gedişində iştirak etdik. Normal səsvermə gedir. Hər kəs rahat, hür iradəsi ilə səsvermədə iştirak edir. Bu da göstərir ki, xalq demokratiya güvənir, inanır və bu xalqın seçimi də ümid edirik ki, uğurlu olacaqdır. Və Qırğızstanda da seçkilər sabit, sakitlik, hüzur içində keçir. Bu olduqca vacibdir. Xalq həm referendum, həm də prezident seçkilərində iştirak edir. Biz də Azərbaycan Milli Məclisinin deputatı kimi bu prosesdə iştirak edirik və Qırğız xalqının bu yeni dönəmə qədəm qoymasının uğurlu olmasını təmənni edirik. Bu seçkilərin xeyir gətirməsini, bərəkət gətirməsini, Qırğız xalqı üçün faydalı olmasını təmənni edirik. Bir qardaş ölkənin təmsilçisi kimi biz də burada gözləmçi olaraq qatılmışıq, iştirak edirik və hesab edirəm ki, çox normal, demokratik seçkilər keçirilir.